Hər kəsə salam. Mən Humay müəlliməm. Bu gün conditionallardan danışırıq. Conditionalların 4 forması var. Draw conditional, first conditional, second conditional və third conditional. Başlayaq zero conditional'dan. Zero conditional'ın quruluşu if-dən sonra present simple, yəni mübtəda plus məzdər tozsuz, baş cümlədə present simple, yəni mübtəda plus məzdər tozsuz olur. Bu conditional'lar ümumi faktlar, həmişə doğru olan şeylər üçün işlədilir. Məsələn, if you heat ice, it melts. Əgər buzu isitsən, o əriyər. First conditional, if plus present simple, yəni indiki sayda mübtəda plus məzdər tozsuz, baş cümlə isə mübtəda will, shall plus məzdər tozsuz, yəni future simple. Bunlar isə gələcəkdə ola biləcək real halları ifadə edir. Məsələn, if it rains, she will stay at home. Əgər yağış yağarsa, she will stay at home, yəni o evdə qalacaq. Second conditional, if plus keçmiş sayda, yəni mübtəda plus V2 past simple, baş cümləmsə mübtəda plus would plus məzdər tozsuz. Bu isə real olmayan, ehtimalı az olan hərəkətlər üçün istifadə olunur. Məsələn, if I had money, I would buy a car. Əgər pulum olsaydı, maşın alardım, amma pulum yoxdur. Third conditional, if plus past perfect, yəni had plus V3, baş cümlə isə mübtəda plus would have plus V3. Bu third conditional isə keçmişdə baş verməmiş bir şey haqqında, yəni kaş ki baş versəydi deyə düşünülən cümlələr üçün verilir. If she had studied, she would have passed the exam. Məsələn, o əgər çox çalışmış olsaydı, o əgər oxumuş olsaydı, çalışmış olsaydı, o imtahanı keçərdi. Təbii ki, çalışmayıb və keçməyib də. Yəni, keşke çalışsaydı, keçsəydi. Bu qədər. Əziz şagirdlər, videonu bəyəndisə like etməyi və mütləq səhifəyə abunə olmağı unutmayın. Çünki hələ daha gözəl videolarımız irəlidədir.